bəzi insanların həyatı boyu illərlə görmədiyi və heç ağlına gəlməyəcək şeyi bir insan müharibədə bəlkə də 2 dəqiqənin içində, 1 dəqiqənin içində görür, yaşayır. Yəni bir çox travmalar var. Yəni döyüş travmaları, müharibə travmaları var. Bu həm mənəvi travmalar var, həm birbaşa fizioloji travmalar var. Yəni çoxdur, həddindən artıq. Mən o insanları başa düşürəm. Niyə başa düşürəm? Çünki mən onu yaşamışam, mən onu bilirəm, mən onu görmüşəm. Yəni yanında insanın belə deyək, şəhid olması, bir dostunun fərqi yoxdur, dost olmasa da bir insanın son nəfəsini yanında verməyi, bəzən bir insanın paramparça olmağı, ona görə də mən başa düşürəm. Yəni çox çətindir o insanlara. Elə gənclər var, məsəl üçün, müharibədə özünüz gördünüz, əskər gənclərimiz var idi. Əslində, belə baxanda nə yaşları var idi. Yəni, döyüş təcrübəsi görməyən, əvvəlcə döyüşdə olmayan, bu hissi birinci dəfə yaşayan əksəriyyəti elə idi. Yəni, xüsusi təyinatlı qüvvələri qırağa qoysaq, qalanları hamısı elə idi. Yəni, ümumiyyətlə, anlayışı yox idi, görməmişdilər, yaşamamışlar elə bir şey və birdən belə o travmanı yaşamaqları çox böyük bir sarsıntıdır. O insanlara dəstək olmaq lazımdır, o insanları başa düşmək lazımdır. Düzdür, bəzi insanlar başa düşmək istəmir, anlayışla qarşılamır. Dediyim kimi, o insanları o travmanı və o abu havada, o şəraitdə, o şəraiti yaşayan insanlar başa düşür.